Azərbaycan dili məsələsi, dilin tətbiq məsələsi və onun mediada tətbiqi çox önəmlidir və mən qeyd edeyim ki, bununla bağlı problemlərlə yanaşı ürəkaçan hallardan biri də odur ki, belə bir sual verdiniz ki, mətbuatda, regionda məhz dili mükəmməl bilən və dilin qaydalarına riayət edən, həm də jurnalistikanı mükəmməl bilən peşəkar insanlar var. Həmçində Şimal regionunda da belədir. Bir neçə müxtəlif informasiya saytlarının, müxtəlif televiziyaların çox peşəkar jurnalistləri burada fəaliyyət göstərirlər. Təkcə mediada deyil, ümumən bizim bütün sahələrdə dilin saflığı uğrunda mübarizə aparmaq məsələsinə hər bir ziyalı, hər bir vətəndaşın qoşulması çox vacibdir. İkinci bir məsələ Azərbaycan dilinin orfoqrafiya qaydaları ilə bağlı mən deyim. Azərbaycan dilinin orfoqrafiya lüğətində bugün bəlkə onun da yenilənməsinə çox böyük ehtiyac var. Çünki dilimizə başqa dillərdən çoxlu sözlər daxil olur. Bu sözlərin konkret bugünkü gündə yazılışı elə dəqiqləşməyib. Yeni yaradılan orfoqrafiya lüğətində təbii ki, bu məsələlər nəzərə alınmalıdır. Media iştirakçılarının nitqlərindəki müsbət cəhətləri xüsusi qeyd eləmək lazımdır. Dilimizi qorumağa çalışırlar, ədəbi dil normalarına əməl etməyə çalışırlar. Lakin çox təəssüf ki, bəzən gənc media iştirakçıları, jurnalistlərin nitqində bəzi qüsurlar ola bilər ki, belə tədbirlər nəticəsində ümid edirik ki, bunlar da aradan qalxacaq və dilimizin saflığı qorunacaq. Mən hesab edirəm ki, bu gənc jurnalistlərimiz üçün belə təlimlər, belə görüşlər nə qədər ayda bir dəfə, ən azı 2 aydan, ya rübdə bir dəfə keçirilsə daha yaxşı olar. Ona görə ki, dilimiz biraz tənəzzül uğrayır. Bu dilin gözəlliyini qorumaq lazımdır. Bu dilin həmişə lətafətli olmasını qorumaq lazımdır. Dövlət dilinin qorunması ən vacib nüanslardan biridir. Əvvəlcə təşəkkür edirəm bu təlimin təşkil olunmasına görə. Biz də yerli bir media olaraq bu dövlət dilinin qorunması ilə bağlı müəyyən tədbirlər görürük. Verilişlərimizdə daimi olaraq Azərbaycan dilinin qorunması ilə bağlı, düzgün ifadələrin səsləndirilməsi ilə bağlı daimi olaraq özümüzə diqqət yetiririk və diqqət yetirəcəyik də bundan sonra da.